Salam dostlar, sizi yeniden Şuşadan salamlayıram. Deməli, bura Şuşa qalasının düz altında yerləşən 41-45 müharibəsində həlak olanların şərəfinə uzaldılmış abidə kompleksidir. Burada bir neçə məqamı sizin diqqətinizə çatdırmaq istəyirəm. Deməli dostlar, bu abidə kompleksində bir məqama istəyirəm sizin diqqətinizi cəlb eləyəm. Deməli, gördüyünüz kimi üç əsgərdir və o heykəl də erməni vandalları hər yeri dağıtdıkları kimi buraları da darmadağın ediblər və bu heykəllər güllələnib. Fikir verin. Deməli, yaşlı nəsil yaxşı bilir ki, bax, bütün rayonlarda deməli belə bir abidə komplekslər olurdu, bütün şəhərlərdə olurdu. Və bu üç nəfərdən biri ortadakı, sağdakı, görürsünüz, bığsızdır, Rusları nəzərdə tutublar. Bir nəfər bığlı olurdu. Yəni bu Qafqazda olmağına işarət üçün bir nəfər də bığlı olur. Burada da görürsünüz, ermənilər əsasən həmən o bığlı heykəli güllabaran eliblər, yəni xəyallarında Azərbaycanlı nəzərdə tutublar. Onu daha çox gülləliblər. Ancaq bu vəhşilər bununla da buraya soymuyor. Burada da bir heykəl var, deməli, ana heykəllərdir, gözü yolda qalan analardır. Bunları da güllabaran eliblər. Görə bilirsinizsə, biraz yaxınlaşdırım. Ama gördüyünüz kimi güllabaran eliblər, dəlmədeşik eliblər. Və ən acınacaqlısı bu ki, bu vəhşilər deməli bu abidədə diqqət eləyin. Deməli abidə qadının qucağında uşaq var. Körpə uşaq. Təsəvvürün o uşağı da güllabaran eləyirlər. Bilməm, indi orada kadrda nə qədər yaxşı düşür. Diqqət eləyin. Deməli hətta uşağı da nişangahçı elib. Onu da dəlik eləyirlər burada heykələ. Bütün abilər, vəhşilər buraları dağıdıblar. İnşallah yəqin tezliklə hər yerdə olduğu kimi burada abadlaşdırılacaq inşallah.